Bəzən insan çaşqınlıq içərisində qalır. Unutmayaq ki, biz sahibsiz deyilik. Bizim sahibimiz var, bizim Bəqiyyətullahul Əzəm gözlədiyimiz dövrümüzün, zamanımızın imamı var. Təbii ki, hər bir şeyin ayrılığı insan üçün çətindir. İndi əgər bir insan, bir alim, bir müctehid dini üçün, məzhəbi üçün ömrünü sərf edibsə, onun itkisi də təbii ki, insan üçün ağırdır və çətindir. Yəs halına, məyusluğa düşmək lazım deyil. Vallahu mutimmu nurih vələv kerihel kafirun. Digər ayətdə buyurur, vələv kerihel müşrikun. Allah öz nurunu tamamlayacaq. Kafirlər bundan narahat olsa da, müşriklər bundan narahat olsa da, Allahın nuru bir gün yer üzərində təcəlli edəcək. وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ. Biz bunu həm Tövratda, həm Zəburda, digər səmavi kitablarda və Quranda qeyd etmişik ki, bir gün gələcək yer üzərinə Allahın salih bəndələri hakim olacaq. Bəqiyyətullahul Əzəm vəd olunmuş İmam Zaman Əcəlallahu Teala Zuhurəhu Şərifin gəlişi ilə bir gün yer üzərindən haqsızlığın gedib haqqın, ədalətsizliyin gedib ədalətin, zülmün, sistəmin, nifaqınsa kökünün kəsilərək yer üzərində əmniyyətin, sülhün bərqərar olacağı bir gün olacaq. Allah o günü görməyi hər birimizə nəsib eləsin.